Salam, bugünkü izahımız hidrogen-oksigen su bölməsi 4-cü blok quizlərin izahıdır. Vaxt itirmədən birinci sualımızdan başlayaq. Bizə qeyd edir ki, hidrogen və oksigendən ibarət qarışıq partladıqda hidrogenin həcmcə 50%, oksigenin isə hamısı reaksiyaya daxil olursa, ilkin qarışıqda hidrogenin həcmini müəyyən edin. Bunun bir oxşar versiyası qəbul imtahanında istifadə edilir. Gəlin yazaq. Deməli, hidrogen ilə oksigen reaksiyaya daxil olduqda su alınır. Mən reaksiyadan əvvəl nə qədər hidrogen və yaxud oksigen var bilmirəm. Amma reaksiya daxil olan hidrogenin həcmini 2x, oksigenin həcmini isə x qəbul eləsəm, mən burada qeyd edir ki, mənə reaksiyaya daxil olan hidrogenin həcmcə 50%-dir. Deməli, onda əvvəlki hidrogen nə imiş ki, onun 2x qədəri reaksiyaya daxil olur, 4x qədəri daxil olur, var imiş, 2x-i daxil olub, 2x-i qalıbdır. Oksigen isə x reaksiyaya daxil olmuşdu, onun da hamısının reaksiya daxil olduğunu deyirsə, x qədər də oksigen var imiş. O zaman ümumi qarışıq 5x qədər imiş. 5x qədər qarışığımız 100%-dir. Bunun içərisində olan hidrogenin həcmi 4x-dir. Bu isə x bir A faiz desək, buradan da A-ya çıxar 80%, cavab B variantı. Sonra gələk ikinciyə. Hidrogendir maddəsi alınması üçün xam mal sənayedə və laboratoriyada. Biz sənayedə metandan ala bilərik. Metanın parçalanmasından müxtəlif temperaturlarda hidrogeni. Amma kalsium karbid, kalsium hidrid və hidrogen klorid bunlardan isə laboratoriyada istifadə edərək ala bilərik. O zaman cavabımız olacaq 1 metan sənayedə, Y-ə 2 ilə 3 laboratoriyada A variantı. Üçüncü sualımıza baxaq. Bizə hidrogen və oksigeni verib, Eyler-Venn diaqramını müəyyən etməyimizi deyir. Molekulunda deyir 2 atomludur. Hidrogenin də molekulu H2-dir, oksigen də O2-dir. Hər ikisi 2 atomludur. Ona görə bir ortaq qiymətdir. Alotropik şəkil dəyişmə mövcuddur. Alotropik şəkil dəyişmə oksigen üçün mövcuddur. Həm ozon qazı, həm oksigen qazı var. 2 yalnız oksigenə gedir, üçüncüyə. Havadan yüngüldür. Havadan yüngül olan hidrogendir 3. Guruldayıcı qazın tərkibinə daxildir 4. Burada cavabımız olacaqdır 3, 1, 4, 2. 3, 1, 4, 2. Cavab olur D variantı. Növbəti 4-cü sualımıza baxaq. Deməli, 4-cü sualda qeyd edir ki, oksigen və ozon üçün xarakteri xassələri müəyyən edin. Sıxlığı havadan çoxdur. Hava 29-dur, oksigen 32, ozon 48-dir. Və hər ikisi havadan ağırdır. Ona görə 1, hər ikisi üçün keçərlidir. Rəngsiz, iyisiz, dadsızdır. Böyük ehtimal olacaqdır burada oksigen. 1-2 oksigenə aiddir. Çünki ozon mavi rəngli xoş ətirlidir. Gümüşlü oksidləşdirir. Gümüşü oksidləşdirə bilmək xassəsi, yəni gümüşlə reaksiyaya girə bilmək xassəsi aiddir ozona. Ona görə 1, 3 də gedəcək ozona və burada cavab olur A variantı. Növbəti 5-ci sualımıza baxaq. Deyir, oksigen hansı birləşmələrin tərkibində təbiətdə daha geniş yayılıb? Təbii ki, oksigen suyun və silisium 4 oksidin tərkibində daha çox təbiətdə yayılıbdır. Növbəti keçək 6-ya. 6-da bizə bir neçə reaksiya verib, hansı ki, bu reaksiyada bəsit və mürəkkəb maddələrin sayının doğru olub olmadığını müəyyən etməyimizi istəyir. Burada da qeyd edim ki, bu tip testlər imtahana daha çox düşür. Deməli, buradan reaksiyaları tamamlayaq. Birinci reaksiyamızda metanın 1500 Selsidə parçalanmasından C2H2 plus hidrogen ayrılır. İkinci reaksiyamız kalium yodidin ozon və su ilə reaksiyasından kalium hidroksid, yod plus oksigen qazı ayrılır. Üçüncü reaksiyamız kalium amonyum bixromatın parçalanmasıdır. Amonyum bixromatın parçalanmasından azot, daha sonra alınacaqdır. Azot 4, xrom 2O3 plus su ayrılacaqdır. Bu azotun laboratoriyada alınma üsullarındandır. Biz görürük ki, bir bəsit bir mürəkkəb, alınan reaksiyada mürəkkəb maddələrin sayı. Bir dənə mürəkkəb maddə alınan
hansıdır? Bunu parçalanmasını yazmadım. Dördüncü reaksiya CH4'ün 1000 cc parçalanmasına karbon plus hidrogen ayrılır. Deməli, heç bir mürəkkəb maddə alınmayan reaksiya dördüncüdür. 1'ə gedir 4. Sonra bir dənə mürəkkəb maddə alınan, birincidə bir mürəkkəb maddə alınır, ikincidə bir mürəkkəb maddə alınır. 1 ilə 2-ni ikinciyə götürürəm. Üçüncü reaksiyadan isə 2 dənə mürəkkəb maddə alınır. Ona görə də 3'ü üçüncüyə götürürəm. Buna uyğun cavab da 4, 1, 2, 3 B variantı. Növbəti 7'yə baxaq. Deyir ki, X hidrogeninin oksidaşma dərəcəsi müsbət 1'dir. Bəsit maddələrdən birbaşa sintez olma qabiliyyəti yoxdur. Hidrogen nə zaman müsbət bir oksidaşma dərəcəsi göstərir? Hidrogen metallar və silisiumdan təbii ki, mənfi oksidaşma dərəcəsi göstərir. Amma digər elementlərlə, yəni bax burada gördüyünüz birləşmələrdə pH3 və NH3-də isə müsbət oksidaşma dərəcəsi göstərir. Amma birbaşa bəsit maddələrdən sintezi, yəni fosfor üstə gəlinsin hidrogen mövcud deyil. Ona görə onu istəyir. O zaman bu yalnız bir D variantı olacaqdır. Sonra 8. Deyir təbiətdə, laboratoriyada və sualtı qayıqlarda hansı reaksiya tərnikləri əsasında oksigeni almaq olar? Biz bax burada gördüyünüz karbon qazı üstə gəlinsin su H fotosintezdə təbiətdə oksigenin alınmasıdır. 1'ə gedir 2. Laboratoriyada kalium permanganatı və suyun elektrolizi parçalanmasını götürə bilərəm 1, 3. Sualtı qayıqlarda isə natrium peroksid və yaxud da kalium peroksidin karbon qazı ilə suyun bərpası reaksiyasından ala bilərəm. O zaman buna da gedəcək 4. 2, 1, 3, 4 cavabı. 2, 1, 3, 4 cavabı B variantında. 9-cu sual. Oksigen və hidrogen ilə reaksiya daxil olan maddələri müəyyən edin. Oksigen halogenlərlə reaksiya daxil olmur. Ona görə oksigenin altında 2 olan variantları çıxsaq. Sonra hidrogen isə silisium ilə reaksiya daxil olmur. Ona görə də 2'nin altında 1 olan variantları çıxsaq. Bizə variant olaraq biz bilməliyik oksigen reaksiya girəcək 1 ilə, bir də 3 ilə. Hidrogen reaksiya girəcək 2 ilə, bir də 3 ilə. 1, 3, 2, 3 cavabı olan variant o da olur A variantı. 10-cu sual. Deyir 1 mol natrium peroksid artıq miqdarda götürülmüş karbon qazı ilə keçirilir. Reaksiya tam gedir. Bərk qalığın kütləsinin dəyişməsini müəyyən edin deyir. Bu reaksiya imtahana düşə biləcək reaksiya tiplərindəndir. Bunlara gəlin diqqət yetirək. Birincisi biz bilirik ki, natrium peroksid karbon qazı ilə reaksiya daxil olduqda natrium karbonat plus oksigen qazı ayrılır. Burada oksidaşma dərəcəsini dəyişən olduğuna görə oksigen peroksidlərdə -1, oksigende isə 0 vəziyyətində olur. Burada əmsallaşdıran zaman hər yerə belə deyək də 2 yazılır. Bircədən oksigen qabağı olduğu kimi qalır. Deyir, bərk qalığın kütləsinin dəyişməsini müəyyən edin. Bərk qalığın kütləsinin dəyişməsi əsasən bərk qalıq budur. Burada gördüyünüz. Hansı ki, bu bərk qalığın kütləsi nə qədər dəyişir? Bunu necə tapaq? Ayrılan qazın kütləsi qədər azalma baş verir. Biz burada baxırıq ki, bərk qalıq əvvəlcə natrium peroksiddir. Üstünə müəyyən qədər karbon qazı gəlinib, natrium karbonata çevrilib. Gəlin biz baxaq görək, natrium peroksidin kütləsi nə qədərdir? Natrium peroksidin kütləsi 2 vurulsun 78'dir. Yəni 2 moldur. Emeri 78'dir. Natrium karbonatın emerinə baxsaq isə, natrium karbonatın emeri isə olur 106. 2 vurulsun 106. Buradakı ikiləri nəzərə almasaq, 106'dan 78 çıxarıq. Gəlin görək 106'dan 78 çıxarıq. Buradan alacağımız qiymət 28'dir. Deməli, biz buradan fikir veririk ki, bərk qalıq əvvəlcə natrium peroksiddir, daha sonra olub natrium karbonat. Kütlə artımı baş veribdir. 78'dən 106'ya gəlibdir. Biz buradan 106'dan 78'i çıxanda görürük ki, 28 qram artım var. Cavab olar B. 11.
Metanın üstünə su gəlmək metanın konversiyasıdır. Buradan dəm qazı plus hidrogen ayrılır. Karbonun üstünə su gəlmək su qazın alınmasıdır. Dəm qazı plus hidrogen ayrılır. Yenə metanın üstünə karbon qazı gəldikdə belə deyək də alınacaqdır. Yenə metanın konversiyasıdır. Dəm qazı plus hidrogen. Burada gördüyünüzün hər birindən dəm qazı plus hidrogen ayrılır. Hansı ki sintez qaz və su qazı mən müqayisə etmişdik. Burada qeyd edim ki, karbonun üstünə, yəni kömürün üstünə su gəldikdə alınan birin bir nisbəti olan su qazdır. Ona görə ikinciyə ikinci reaksiya getməlidir. Birinci və üçüncü reaksiyadan alınan dəm qazı və hidrogen müxtəlif nisbətlərdədir deyə bu sintez qazı alınır. Ona görə də 1-3 bura aid olur. Cavab birincidə 1-3, digərinə isə yalnız 2, A variantı uyğundur. Növbəti 12 nömrəli sualımıza keçək. Bizə qeyd edir ki, natrium nitratın 50 qramı qızdırıldıqda 85% parçalanmışdır. Bərk qalığın kütləsi neçə faiz azalar? Aha. Deməli, natrium nitrat parçalananda natrium nitrit plus oksigen qazı ayrılır. Əmsallaşdırdıqda oksigendən başqa hər birinin qabağına 1-2 atsaq, reaksiyamız bu şəkildədir. 50-nin 50 qram var. 85% reaksiya daxil olub dediyinə görə mən burada nə edirəm? 50-ni belə deyək də 85-i 2-yə bölürəm. Belə deyək. 85 böl 2, yəni nə qədər parçalanıbdır? 42,5 qramı parçalanmış olur. Yəni 50-nin 80%-i 42,5 qram edir. Mən görürəm ki, 2 vurulsun 85 qram reaksiya daxil olanda bərk qalığın kütləsi, ayrılan oksigen kütləsi 32 qram azalmış olur. Bəs onda 42,5 reaksiya daxil olsa nə qədər ayrılar? X, bunlar ixtisar gedər. 4-8 qram azalma baş verər və cavab olar B variantı. Növbəti, keçək 13-ə. Deyir 60 qram kükürt və karbon qarışığının tam yanmasına 56 litr oksigen sərf olunubdur. İlkin qaz qarışığında kükürdün kütlə payını tapın. Deməli, kükürt oksigende yandıqda SO2 qazı, karbon yandıqda isə karbon qazı əmələ gəlir. 60 qramdır, bilmirəm nə qədərdir. Məsələn, desəm ki, tutaq ki, x qram mənim qarışıqda x mol deyək, kükürt var, x mola x mol oksigen sərf olur. Y mol karbon var, y mol oksigen sərf olur. Kükürdün moluna mən x demişəm, karbonun moluna bir y demişəm. O zaman kütlələr necə olacaq? 32x üstə gələk 12y bərabərdir. Bunların cəmi 60. Sərf olunan oksigenin mol litri isə 56 litri. Gəlin 22,4-ə bölək ki, görək neçə moldur? 2,5 mol deməkdir bu. 2,5 mol. Sərf olan oksigenin molu x-dir, y-dir. X plus y də bərabərdir 2,5. Sistem tənlik qururuq buradan. Yuxarıdakı tənliyi, yox, aşağıdakında məsələn hər birini 32-yə vursam, o zaman 32x üstə gələk 32y bərabərdir. Bu zamanda alarıq 80, bu tənlik getdi artıq. 32. Tərəf-tərəfə çıxsam, o zaman x-lar ixtisar gedər. O zaman 20y bərabərdir 20 qalar, y də bərabərdir 1 olar. Y 1 idisə, bayaqlar dedik ki, x plus y-ə 2,5 idi. Y 1-dirsə, x onda 1,5 olmuş olur. İlkin qarışıqda kükürdün kütlə payını müəyyən edin deyir. X-a 1,5 tapdım. 1,5-i də neynəməliyəm mən? 1,5-i vurmalıyam 32-yə kükürdün kütləsinə. Eləyir 48. Deməli 48 qram kükürt var imiş. Hansı ki bu x faizə uyğundur. 60 qramlıq qarışıq isə 100%-ə uyğundur. Buradan da x bərabərdir. 60 bura, 48 bura, 100 bura, sıfırlar gedir. 80%-ni təşkil edir. Burada 13-də cavabımız olacaq 80. Növbəti
14 nömrəli sualımıza baxaq. Bizə deyir 5 mol oksigen qazı ozonatordan keçirilir. Ümumi mol sayı 20% azalır. Burada bir qədər artıq diqqətli olmaq tələb edir. Biraz mürəkkəb testi. Oksigenimiz, biraz bunu qalınlaşdırım. Oksigendən ozon alınır. 3 mol oksigen reaksiyaya daxil olduqda 2 mol ozon alınır. Deyir 5 molun 20%-i azalır. Gəlin 5-in bir 20%-ini tapaq görək. 5-in 20%-i neçə moldur? 1 mol azalma müşahidə edilir. Onda 4 mol oksigen qalır. Buradan bunu çözdük. İndi gəlin baxaq bu reaksiyaya. Mən buradan görürəm ki 3 mol oksigen reaksiyaya daxil olanda neçə mol, bunu bu hissəni keçək. 3 mol oksigen reaksiyaya daxil olanda 2 mol ozon alınır. 3 mol oksigenden 2 mol ozon alındı. Nə qədər azalma baş verdi burada? 2 mol ozonun alınması zamanı 3-dən 2-yə gəldi. 1 mol azalma var. Bizdə də zaten burada qeyd edir ki 5 mol var idi əlimizdə. Ümumi qaz qarışığı 20% azaldı. Yəni 1 mol azaldı. Deməli 1 mol azalma varsa alınan ozonun miqdarı oldu 2 mol. Deməli həqiqətən reaksiyaya 3 mol oksigen daxil oldu. 2 mol ozon alındı. Əvvəlcə əlimizdə 5 mol idi. Onun 3 molu ozona çevrildisə, 3 mol ozon üçün istifadə edildisə, onda 2 mol da oksigen kimi qaldı. Sonraki qarışıqda alınan ozonla artıq qalan oksigenin cəmi 4 eləyir. Əvvəl təkcə oksigen idi, 5 mol idi. İndi ozonla oksigendən ibarətdir, 4 moldur. Həqiqətən 1 mol azalma baş verib, 5-dən 4-ə gəlib. Deyir 2 mol O3 əmələ gələr. Bəli, doğrudur. Əmələ gələn qarışıqda O3-ün həcmcə payı 50-dir. Bəli, 2 mol ozon var, 2 mol oksigen var. Həcmcə 50%-dir, doğrudur. Əmələ gələn qarışıqda O3-ün kütləcə faizi 50-dir. Bu yanlışdır. İlkin maddənin sıxlığı əmələ gələn qarışığın sıxlığından çoxdur. İlkin maddənin sıxlığı dedikdə 5 mol oksigen nəzərdə tutulur. 5 mol oksigenin həcmini istəyirsə bizdən bunu sıxlığını necə tapa bilərəm? 5-i vuraram 32-yə. O zaman eləyəcək 160. Sıxlıq deyəndə qazı nəzərdə tutur. Sonra isə 2 mol oksigen var, 2 mol ozon var. 2 mol ozonun kütləsi 48 vurulsun 2-dir. Bu eləyir 96. 32, 64 də bu. Toplayanda təbii ki, bunların cəmi daha böyük olur. Deyir, ilkin qarışığın sıxlığı əmələ gələn qarışığın sıxlığından çoxdur. Yanlışdır. 1 mol O2 çevrilməyə məruz qalıb. Xeyr, 1 mol O2 yox da 3 mol O2 çevrilməyə məruz qalıbdır. Alınan qarışıq 4 moldur. Bəli, 2 mol oksigen, 2 mol ozondur. Doğrudur. Doğrular 1, 2, 6 cavabı olacaqdır. 15-ci sonuncu testimizə də gələk. Bizə deyir, oksidaşma dərəcəsi valentliyini müəyyən edin. Suda oksigenin oksidaşma dərəcəsi -2-dir, valentliyi 2-dir. Oksidaşma dərəcəsi valentliyi -2 olan əsasən oksidlərdə olur. Ona görə 1-ə gedir A. Sonra valentliyi 3, oksidaşma dərəcəsi -2 olan dəm qaz olacaq. Ona görə 3-ə gedir B. Peroksidlərdə -1 oksidaşma dərəcəsidir. Ona görə C heç birinə uyğun deyil. O flor 2-də oksigen müsbət 2-dir, valentliyi də 2-dir. Ona görə 2-yə gedir D. H3O-da oksidaşma dərəcəsi -2, valentliyi də 3-dür. Ona görə Y də 3-cüyə getmiş olacaqdır. 1-ə A, 2-yə D, 3-ə B, Y cavabı olacaq.